Salam dostlar, mən riyaziyyat və kurikulum müəllimi Arzu Ələddin qızı sizə bir qəşəng sual izah edəcəm. Bu tip sualların MİQ və sertifikasiya imtahanına düşmə ehtimalı çox böyükdür. İndi isə keçək sualımızın izahına. Sual belədir. Eni 25, uzunluğu 40 metr olan sahədən 2 ton məhsul yığılıb. 2 hektar sahədən neçə kiloqram məhsul yığılar? Gəlin birinci sahəni tapaq. S bərabərdir 25 vur 40 edəcək 1000. Deməli, 1000 kvadrat metr sahədən nə qədər yığıldı? 2 ton məhsul, yəni 2000 kiloqram. Bəs 2 hektar sahədən nə qədər yığılar? 1 hektarımız 10.000 kvadrat metrdir. 2 hektarımız 2 vuraq 10.000, cavab edəcək 20.000 kvadrat metr. Yazırıq. 20.000 kvadrat metr neçə ton? Bilmirəm. Və tənasüb quracağıq. Tənasübdə düz mütənasib asıllıq varsa, kəpənək qaydası eləyin. Düz mütənasiblik nədir? Artdıqca artır, azaldıqca azalır. Məsələn, tutalım, əgər mən 1 kilo almaya 2 manat ödəyirəmsə, 2 kilo almaya 4 manat ödəyərəm, 3 kilo almaya 6 manat ödəyərəm. Ona görə burada düz mütənasib asıllıq var. Və biz bunu kəpənək qaydası ilə hesablayacağıq. Yəni, budur. Deməli, 1000 vurulsun x bərabərdir 20.000 vurulsun 2000-ə. Burada hər tərəfi 1000-ə bölsək, cavab eləyəcək x bərabərdir 40.000. Yəni, 40.000 kiloqram. 1 tonumuz da 1000 kiloqram olduğuna görə 40.000-i böləcəyik 1000-ə və cavab eləyəcək 40 ton. Əlbəttə ki, cavabları kiloqramla soruşmuşdu və 40.000 yaza bilərdik. Şəkil bərabər kvadratlardan ibarətdir. Rənglənməmiş hissənin sahəsi rənglənmiş hissənin sahəsindən 16 kvadrat santimetr çoxdur. Ən böyük kvadratın perimetrini tapın. Gəlin baxaq. Rənglənməmiş neçə dənə var? 1, 2, 3, 4, 5. Bir kvadratın sahəsinə x kvadratı desək, 5 dənə olduğuna görə 5x kvadratı. Neçə dənə rəngli var? 1, 2, 3, 4. Çıxacam 4 dənə x kvadratı və deyir 16 vahid böyükdür. Bərabər eləyəcəm 16-ya. 5x kvadratından 4x kvadratını çıxanda eləyəcək x kvadratı bərabərdir 16-ya. Deməli, bizim x-imizi götürək müsbət 4. Müsbət 4. Deməli, tərəf 4-dür. Yəni, bir kvadratın, kiçik kvadratın tərəfi 4-dürsə, baxın, burada 4, burada 4, burada 4. Burada 4, bu da 4, bu da 4. Deməli, böyük kvadratın tərəfi 12 imiş. Tərəf 12-dirsə, perimetrini tapmaq üçün P bərabərdir 4A düsturundan istifadə edirik. Yəni, P bərabərdir 12 vuraq 4, o da eləyir 48 santimetr. Yəni, E variantı. Belə bir maraqlı suala baxaq. 1-dən 240-a qədər ədədlər 4 cərgədə düzdülər. 240-ı bölürəm 4-ə, hər cərgəyə 60 ədəd düzülür. Cərgədə 73-dən üstə. 73-dən üstə deyəndə, üstə olanda 73-dən 60 çıxacaq, çünki 60-60 düzülüblər, 13-dür. Və altda 73-ün üstə 60 gələcək, eləyəcək 133. Olan ədədlərin cəmini tap. Cavab eləyəcək 133 üstə gəl 13, o eləyir 146. Yəni C variantı. Məsələn, 100 kvadratda nəyə görə 50-nin altında 60 durur? Çünki o ədədlər 10-10 düzülüblər. Nəyə görə 50-nin üstündə 40 durur? Çünki 10-10 düzülüblər. Yuxarıda olanda 10 çıxırdıq, aşağıda olanda 10 üstə gəlirdi. Burada da 60-60 düzəldiyinə görə yuxarıda olanda 60-ını çıxırıq, aşağıda olanda isə 60-ını üstə gəlirik. Ona görə də bizim ədədlərimiz 133 və 13 idi. Cavab etdi 146. Bura qədər dəyərli müəllimlər, hər gün sizin üçün MİQ və sertifikasiya imtahanına düşə biləcək suallar izah edəcəyəm. Kanalımıza abunə olmağı və videomuzu paylaşmağı unutmayın.